Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə ən çox soruşulan seramik xəmir haqqında ətraflı video paylaşacağım. Ümid edirəm ki, bütün suallarınızı cavablandıra biləcəm. Satışda iki formadadır. Qəhvəyi gil var və ağ rəngdə var. Boyamaqdan asılı olaraq, sizin işinizdən, dekorunuzdan asılı olaraq. İlk olaraq hazır formanı göstərəcəm. Amma videomuzun davamında özünüz də hazırlaya biləcəyiniz materialları göstərəcəm. İlk olaraq onu qeyd edeyim ki, mən bunu böyük supermarketdən tapdım. Dəftər, ləvazimatı, plastilin olan bölmədə idi. Satıcılardan da soruşa bilərsiniz. Quruyan gil və yaxud da seramik xəmir. Bu formadadır. 5-6 ay öncə almağıma baxmayaraq çox yumşaq qalıb. Və 3 hissəyə bölüb şəkərbura paxlava hazırlayacağım. Yəni ölçüləri böyük istədiyiniz ölçüdə şəkərbura paxlavaya yetəcək qədərdir bir paketi. 250 qramdır və qiyməti 2-3 manat arası idi, səhv yadımda qalmayıbsa. Rəngi bu formada olsa da quruyandan sonra istədiyiniz rəngə asanlıqla boyamaq olar. Biraz tünd baza olduğuna görə istəsəz üzərini əvvəlcə ağ rənglə boyayıb, adi akrilik və yaxud da quaş boya ilə quruyandan sonra istədiyiniz rəngə keçə bilərsiniz. Mən boyama hissəsini göstərməyə vaxt çatdıra bilmədim. Yalnız bu formada maketi hazırlayıb qurumağa qoyacağım. Çünki çox soruşulurdu rəylərdə, ona görə videonu tezliklə paylaşmaq qərarına gəldim ki, Novruz öncəsi sizin də işinizə yarasın. Gec paylaşsam, ola bilsin ki, axtarmaq, tapmaq bayrama qədər çatdıra bilməzsiniz. Ona görə elə bu formada da videomu paylaşacağım. Ümid edirəm işinizə yarayacaq. Dediyim kimi çox soruşulurdu. Seramik xəmiri hazır ala bilərsiniz, sifarişlə gətirə bilərsiniz, yaxud özünüz hazırlaya bilərsiniz. Özüm hazırlamağa da vaxt olmadığı üçün əvvəlki videolardan sizə paylaşacağım. Şəkərbura naxışı üçün 2 ölçü naqqaşdır. Biraz kiçikdir deyə kiçik naqqaşla işləyəcəm. Amma istəsəz böyük naqqaşla da işləyə bilərsiniz. Biraz onda şəkərburanın özünü də böyük götürün və kiçiklə işləmək daha rahatdır. Çünki gil xəmirinə forma verdikdə əyilə bilir. Əvvəlcə adi naxış kimi elədim, alınmadı. Amma bu formada sadəcə naqqaşın dişlərini batırsaz, təxmini olaraq yaxın görüntü əldə edə biləcəksiniz. Yəni bildiyimiz şəkərbura naxışı kimi vurmayın. Sadəcə bu formada deşməyə çalışın, belə deyək. İstədiyiniz hissəyə biraz su isladıb hamar səth əldə edə bilərsiniz. Gördüyünüz ki, çatlamalar, quruma var. Biraz əlinizi suya batırın, islatdıqda çatlar birləşir. Bu yalnız gil xəmirinə aiddir. Amma seramik xəmirdə elastiklik var, çatlama çox az olur və çatlama olsa belə əlinizi suya vurub isladıb hamarlaya bilmirsiniz. Yəni xəmiri ehtiyatla yoğurub yaymağa çalışın. Bu formada qurumağa qoyuram və keçirəm növbəti videoma. Özünüz necə hazırlaya bilərsiniz. Bunun üçün sizə lazım olan çox sadə ləvazimatları göstərəcəm. Və hətta rəngli seramik xəmirlər belə əldə edə bilərsiniz. Amma onu da deyim ki, əgər kiçik detallı, rəngarəng bir dekor işləyəcəksinizsə, öncədən seramik xəmiri rəngləmək məsləhət deyil. Ağ sadə hazırlayıb daha sonra rəngləyin. Və xəmir hazırlamaq üçün bizə mütləqdir ki, PVA kley, müxtəlif markalar göstərəcəm sizə videomda. Bu birincidir, bu da kraxmaldır və nişasta yəni. Qarğıdalı, kartof nişastası heç fərqi yoxdur. Vazelin yağı və yaxud da adi uşaq yağları, onun da fərqi yoxdur. Sadəcə əli yapışmaması üçündür. İlk PVA-nı göstərdim. Bu ikinci markadır. Hər birindən istifadə edib razı qaldığım üçün videosunu göstərəcəm. Və bir də indi işlətdiyim PVA var. O da çox yaxşıdır. Qatılığı biraz az da olsa işimi görür, keyfiyyəti yaxşıdır. Və gördünüz ki, yapışır bu formada əlinizlə. Qabda da hazırlaya bilərsiniz. Belə düz hamar səthdə də hazırlaya bilərsiniz hər hansı bir dəzgahın üzərində. Bu ilk mərhələdir. Bunu çoxdan video kanalımızda paylaşmışdım. Amma son zamanlar çox soruşulurdu. Yenidən paylaşdım. Və onu da deyim ki, videomuz uzun olmaması üçün mən kiçik dekorları bir-bir göstərməyəcəm. Bundan sonraki videolarda əl işlərimi paylaşacağım, əvvəlki hazırladıqlarımı.
Budur, seramik xəmirimiz tam hazırdır. Streç krokda yaxşı mühafizə eləsəz, istədiyiniz qədər saxlaya bilərsiniz. Sadəcə hava keçməsinin qarşısını alın. Baxın, bu formada qalır. Rəngləri hazırlamaq üçün mən adi akrilik boya qatıram. İndi isə növbəti videoya keçəcəm və burada bunu mən sifarişlə gətirmişəm Trendyoldan. Gil xəmiri və yaxud seramik gil yazsaz çıxacaq. Bu da çox gözəl fiqurlar əldə elədim. Hazırladıqlarım bütün dekorlar 2-3 il, 4 il çatlamadan qaldı. Yəni ondan sonrasını bilmirəm, çünki sifarişlə hazırlayırdım, dekorlarda istifadə eləyirdim. Yəni məndə 3 il qalanlar hələ də istifadə eləyə biləcəyim dekorlar idi. Heç bir çatlama da olmadı. Digər aldığım seramik xəmirdə də, bunda da hər dəfə işlədikcə üst səthində çatlamalar olur. İstədiyiniz formanı əldə eləmək üçün əlinizi sadəcə biraz suya batırsaz kifayətdir. Yəni seramik xəmirlə gil xəmirinin fərqi ondadır ki, gil xəmirində elastiklik daha çoxdur. Burada videomu bitirirəm. Bunu nümunə olaraq paylaşıram. Kiçik miniatür çaynik hazırlayıram. Amma digər seramik xəmirdən və yaxud da gil xəmirindən hazırlayacağım əl işlərini əvvəlki videolardan kanalımızda paylaşacağım. Bundan sonra sizə fikir olsun. Sadəcə olaraq çox soruşulurdu deyə seramik xəmir və gil xəmirin fərqini və necə əldə edəcəyinizi sizə videomda göstərdim. Ümid edirəm işinizə yarayacaq video olacaq. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər.